Asan xidmətdən elə bir qardaş çıxanda ondan soruşdum. Dedim ki, bəs Şəhidlər Xiyabanına getmək istəyirəm burada. Məncə ən birinci gedəcəyim yer ora olmalıydı. Sonradan fikirləşdim. Sonradan ağlıma gəldi. Dedi ki, buradan düz istiqamətdə gedəcəksən, oradan binaların yanında kran var. O kranın da yanından keçəndə sağda iki dənə binanın arasında boşluq var, o tərəfdədir. Belə bir informasiya verdi qardaş, sağ olsun. Oranı da ziyarət eləmək boynumuzun borcudur. Allah rəhmət eləsin cəm bütün şəhidlərimizə. Bir də mən bu arada heç düz istiqamətdə getmirəmmişə səhərdən, xəbərimiz var. Mən səhv istiqamətdə getmişəm. Heç internetə də baxmıram nə var, nə yox. Açıq elə qabağıma necə gəldi, çəkiliş eləyəcəkdim deyə. Axtardığım bir A'dan B nöqtəsinə doğru, yəni B nöqtəm olmadığı üçün elə çəkiliş eləyirdim. Mən bu tərəfə getməliyəmmiş ki, burada atraksiyonlar falan var. Prosta mənim heç xoşum gəlmir. Niyə? Çünki mənim hündürlük qorxum var. Orada o viking deyildilər o vaxt belə. Gəmi. Belə var. Mən o vikingdən qorxuram. Niyə qorxuram desəz, hündürlük qorxum var mənim uşaqlar. Bilmirəm, indi bu sonradan qazanılmış xüsusiyyətdir, yoxsa əvvəldən insanlarda olan bir xüsusiyyətdir. Hündürlük qorxusu. Amma həqiqətən də elə bilirəm ki, yəni bu əvvəldən insanda olan bir xüsusiyyətdir. Sonradan mən elə bir hadisə olmayıb ki, mən hardasa yıxılım və yaxud da hansısa bir hündürlükdə mən orada köməksiz qalım və ondan qorxum uşaq vaxtı. Yox, elə bir şey olmayıb. Biraz 2-3 metr yuxarı qalxdım, titriyirəm mən. Qaqacanım. Yəni mən alpinist olsam fikirləşin də 2-3 metrdən bir infarkt keçirlərəm, değil mi? Qorxudan. Bilmirəm, qorxudan infarkt keçirlər yoxsa yox, amma olardı, məndə olardı. Çox qorxardım. Nəysə uşaqlar, çox çəkiliş eləmək bilmirəm, ancaq danışıram, ancaq danışmaq istəyirəm. Bilmirəm, buranın havasındandır, suyundandır. Sumkayıt. Kapakda saxla. Sumkayıt həqiqətən çox qəşəng enerjisi var, çox qəşəng vibe'ı var Sumqayıtın. Mənə çox ləzzət elədi. Düzdür, belə xüsusi bir yerlərini çəkib göstərə bilmirəm sizə, ancaq yoldur, bayırdır. Belə. Bulvarı baxdınız, gördünüz zaten. Şimdi qabağa gedə görək. Atraksiyonlar deyirlər yolun, dəniz kənarı parkın bu tərəfindəymiş. Mən elə bilmirdim açığı. Axtarmırdım da açığı o tərəfdə olacağını, yəni gedim şeyliyim, maraqlanım. Prosta bu yandaymış. Yəni bowling yeri zaten. Əməlli başı bu tərəfdə yaşayış varmış ki. Gedib orada 3 saat heykəllərlə danışıram mən də. Heykəlləri nə inirsən ay qardaş? Amma daşlaşmış insanlar da var bu həyatda. Nəysə. Buralar yaşayış normaldir. Burada yaşayış var. Orada həqiqətən də heç kim yox idi. Burada diviziyoniya var. Bu nə maşındır qardaşlar? Maraqlıdır. Chevrolet imiş. Prosta logosu yox. Bu. Logosu yox idi maşının, qəribə maşındır. Gedək yavaş-yavaş. Amma biraz sürətlənmək lazımdır. Vaxtımız azdır. Uşaqlar, bir də bulvarın bu tərəfinə düşək. Görək buralarda nə var. Mən rəngarənglikdən ötürü ölürəm. Rəngli bir şeylər görürüm. O saat məni cəlb edir də, başa düşürsünüz. Yəni, mən rəngli bir dənə karafka olsun, qutu tullayıblar məsəl üçün yolun ortasında. O qutudan belə zövq alıram, çünki rənglidir. Mənə pozitiv enerji verir. Gəldim, gördüm. Bir dərədə bir kör-kürkü yırtıq kirpi. Baxıram, mənə ləzzət edir, xoş gəlir. Görürsünüz, xoş gələcək. Öyle quşu. Maraqlıdır, hə? Bu 90'lı uşaqların 90, 2000'dən aşağı illərdə olan uşaqların həqiqətən də yəni necə deyim sizə, duyğulandıran bir şeylərdir də bunlar. Məsəl üçün baxın, toqquşan maşınlar. Nə qəşəngdir. Toqquşan maşınlar. Adam uşaqlığına aparır da, düz deyil. Düz deyilini də istifadə edirlər, amma o vaxtın vibe'ı bir başqaydı. Həm də elə bir ki, Sumqayıtda bir estetik, bir vintage vibe'ı var da, bir estetiklik var. Biri bazı onu qoruyub saxlayıb mı deyim, yoxsa mənə mi gəlir? Maraqlıdır. Bəli, maraqlıdır. Bunu satırıq ya biz. Mağazamızda var bu.
Rezin eşəklər var, rezin eşəklər. Ondan satırıq biz. Topladan da satırıq. Ha, bu arada mən uşaq mağazasında işləyirəm, uşaqlar. Uşaq mağazası. Panda Baby uşaq mağazasında satıcı işləyirəm. Gözəl işdir uşaqlar. Satıcı işləmək çox yaxşıdır. Bilirsiniz nəyə görə? Mən indi sizə deyim. Bilin və agah olun uşaqlar. Bu informasiyaları insanlar pul vasitəsilə satırlar. İnsanlar bu informasiyaları necə satırlar? Qarşılığında pul təklif edərək. Amma mən sizə bu videoya baxaraq pulsuz şəkildə sizə bu informasiyaları çatdırıram. Nətə? Niyə satıcı işləmək önəmlidir? İstənilən insanla necə davranmaq lazım olduğu qaydasını bilirsən, mənimsəyirsən. Psixoloq olursan bir növ. Yəni psixoloji olaraq sən bilirsən bu insanla necə davranmaq lazımdır, necə dil tapmaq lazımdır. O insanla necə dil tapmaq lazımdır. Sən haqsız deyilsən, haqlı olduğun yerdə, qabağındakı haqsızdırsa necə onlara mədəni formada yola salmaq lazımdır. İkinci əsas punktuallıq nədir? Punkt nədir? Gələcəkdə əgər sən hansısa bir sahədə öz işini istəyirsənsə qurmaq, bu sənin üçün çox gözəl bir addımdır satıcı olaraq başlamaq. Çünki artıq sən satıcı olaraq ticarətin sirlərini mənimsəyirsən azdan çoxdan. Bilirsən ki, məsəl üçün nəyi necə eləmək lazımdır. Ətrafında olan insanların, iş yoldaşlarından məsələn deyək ki, məhsulları necə, hardan, necə tədarük eləmək lazım ola bilər, necə eləmək olar, onları maraqlanırsan. Belə falan filan baxımından yaxşı bir şeydir. Satıcı ol, amma satıcı qalma. Bir müddətli elə bil ki, sən o dərsi al. Dərs alandan sonra da heç nə. Artıq öz istədiyin sahə üzrə biznesini qurursan və yaxud da ki, artıq insanlara xidmət edən başqa bir sektorda mı çalışırsan, artıq belə də oradan başlamaq olar. Bu atraksiyon Viking haradadır? Qabaqdadır deyəsən, qabaqdadır. Ha, gördüm. Baxın uşaqlar, nə qədər burada inşaat işləri var. Bu qədər inşaat işi qardaş. Mən açığı bir şey deyim uşaqlar. Baxın, hamısı tikintidir bunların. Ha. Dən belə eləyim. Dən belə. Ay sağ ol. Gördünüz də o film oranı. Mənə baxaq uşaqlar. Bu ikinci miydi deyəsən? Bu ikinci miydi? Bir dəfə elə o vaxt gələndə istifadə eləmişəm. Elektrikdən 2 dəfə gəlirəm. 2-ci dəfə səhv eləmirəmsə. Gələndə bu Pirşağı, Goradil, Məmmədlidir deyəsən, Məhəmmədi idi deyəsən. O tərəflər ancaq Novxanza tərəf, ancaq ağac tikintidir, tikinti. Nə qədər tikirlər qardaşım? Həqiqətən, baxdım ancaq. Amma bəzi yerlər maraqlıydı, inəyi də saxlayırdılar, orada gördüm. İnəyi traktor zadı var idi, belə biraz balaca İsveçrə vibe var idi. Bilməm hansı tərəf idi. Əmi necə səndən var, nə yox? Əmi kədərlidir, əmi oturub dənizi seyr eləyir. Mən elə fikirləşəm ki, əminin əlində bir dənə qəbz var. İşıq puludur. Görürsünüz, əminin əlində bir dənə qəbz var, əmi işıq pulunu ödəməyi fikirləşir. Ki, nətər eləyə bu işıq pulunu ödəyək. Yalandır mı qardaş? Yalan deyil. Uşaqlar, şəhərin əsas hissəsi buradaymış. Burada imiş. Mən getmişəm, İturən tərəfə getmişəm. İşıq yanan tərəf buraymış uşaqlar. Bəli, cırtdandan da bir replika partlatdığımıza görə artıq saat 6-ya qalıbdı 10 dəqiqə. Mən görün nə qədər vaxtı danışıram uşaqlar. Nə qədər vaxtı danışıram. Hal olsun mənə. Məndə bu qədər ki söz bazası var, qardaş. Mən nəsə bir şey tapacağam bu həyatda yaşamaq üçün, qabağa getmək üçün. Əlim yoruldu qardaşlar. Nə qədər tutmaq olar bunu? Həqiqətən. O priqülsiyyə demiş, dayı, denən düz gələn get də, belə denən dayı. Allah canımı sağ eləsin, denən düz get də bala. O bir tərəfə get, orada maraqlı bir şeylər var. Sağ ol qardaşım. Yəni belə də Sumqayıtın qarğası da panyat qalır. Görsə salam verir ki, yorulmayasan qardaş. Görürəm, video çəkirsən, əlin yorulub. Təklif elə ki, biraz qarğa dilini qardaşımız bilir. Təklif elə ki, 2 qarğa gəl çağırım. 2-3 səfər qarğa tutaq sənin belə bu selfie çubuğundan yavaş-yavaş uçaq sən də çək də çəkiliş. Prosta istəmədim. Yazıqdılar. Baş getdi məndə.
O qədər danışdım ki, baş getdi. Oksigen çatışmazlığından əziyyət çəkirəm hal-hazırda. Bura nədir? Muğam mərkəzi. Muğam mərkəzi. Gözlə görə burada nə var? Bura yəqin bayraq meydanıdır, qardaşlar. Bayraq meydanı olub çox güman bura. Bir dənə belə gedək bunu. Bura yəqin bayraq meydanı olubdu, amma bayraq yoxdur hal-hazırda. Yəqin təmizləmə və yaxud da yenilənmə, restavrasiya söhbətləri var. Bura Muğam mərkəzi imiş. Bura bayraq muzeyi. O da yazıb bayraq muzeyi. Burada Muğam mərkəzidir. Qardaş, mən dedim ki, konsept tapa bilməyəcəm. Bu qədər video çəkmişəm, mən bunları nətər kəsib düzəldəcəm, qardaş. Adamda insaf yaxşı şeydir. İstəyirəm heç elə kəsib eləməyəm, qoyan belə bir başa YouTube-a. Nə məsləhət görürsünüz? Bura Özbəkistanı xatırlatdı mənə bir balaca. Bura maraqlıdır. Bura bizə nəyə oxşuyur? Hara oxşuyur? Şeyə, Hollandiyaya oxşuyur, özüm ölüm. O çayın qırağında olur, yer olur, bir dənə belə renkli binalar. O məşhur körpü var, adını bilmirəm. O körpüdə velosiped olur, həmişə yanında. Ona oxşamır, oranın yanında. Buna baxın. Baxın. Kopya. Bəli, əzizləyicilər, Hollandiyada hamınızı salamlayıram. Bildiyimiz Hollandiya. Mən kranı keçmişəm. Nə dedi ki, kranın yanından dönərsən? Mən kranı çoxdan keçmişəm. 2 bina arasındakı boşluq. Kran arxada qalıb. Təzədən qaydım arxaya. Orada çox qəşəng yerdir. Xoşum gəldi buradan. Vallahi. İmkan olsa buradan özüm də ev alacağam. Xoşum gəldi. Girim içəri görüm nə deyirlər orada. Ben qardaşlarımla danışım. Bura keçid var görürsən. Basıb keçməyək. Bakıdan gəlmişik qardaş. Sumqayıtda niyə desinlər ki, Bakıdan gələnlər yol hərəkət qaydalarına riayət eləmirlər? Biz Bakını təmsil edirik burada durub. Lazım deyil elə şeylər eləmək. Görüm, orada desəm bir dənə svetofor var. Yəni daha doğrusu işıqfor. Üzr istəyirəm. İşıqfor var. De oradan keçim. Amma bu işıqfora oxşamır. Piyada xətti var qabaqda qardaşlarım. Oradan keçəcəm. Keçəcəm oradan. Amma çox qəşəng binalar deyə özüm ölüm. Buna baxın. Çox gözəl bina deyil sizə də. Budur, tapdım şeyi. Mən deyəcəm sandaqlar askınan Viking. O məşhur yer buradaymış uşaqlar. Viking buradaymış. Gözləyinizsə göstərim Vikingi gedim. Sonra deyəcəksiniz ki, Sumqayıta gəlibsən, qardaş o qədər yeri gəlib çəkibsən. Durub Vikingləri çəkmirsən. Sonra durub Ragnar qardaşımız mənə yazar ki, bu nə hörmətsizlik da Kamran. Gedibsən Sumqayıta, bizim dədə-babalarımızın düzəltdiyi o Vikingə minməyibsən və yaxud da ki, minmək bir cəhənnəm çəkməyibsən. Aşağılar gəldiysə də Korsan. Mən elə oxudum birinci açığı. Nə yalan deyim. Mən elə oxudum birinci. Atlar da var aşağılar. Qəşəng atlardır. Qarabağ atlardır hamısı. Yəqin bu Viking imiş də qardaş, bu dedikləri şey. Buradan başqa Viking yoxdur axı burada. Bu Korsan. Yəqin ki bu Vikingdir də qardaş. Mən ancaq belə harda boş qalmış uşaq əyləncə mərkəzlərdə oranı çəkirəm. Orada bir dənə heykəl də var. Çək ondan da müsabiqə ötürərdik. Belə. Prosto mənə maraqlıdır. Burada niyə belə işləmir ki bura? Çünki mənim iş yoldaşlarım mənə demişdi. Qızlar baxın. Qızlar baxın. Şahnaz Zəhra. Xarabdır. Xarab deyil, işləmir. Gələn dəfə gələndə işləyər inşallah. Şeylər zorda axı. Oturacaqlar var orada, baxın. Daha da buta formasında görürsünüz taxtadan. Özüm görmürəm, gözüm. Onu göstərim gedim. Çox dəyərli informasiya verirəm sizə uşaqlar. Sumqayıta gəlib, ən azından baxın bu buta dayanacaqlarda, oturacaqlarda oturmalısınız. Bunu bir dənə oturaq gedək. Kamerası işləyir. Okey. Xahiş edirik, yazı yazmayın, təmizə diqqət edin. Okey. Baxın, buranı deyirəm. Buta. Çox qəşəngdir axı. Buta oturacaqları. Görürsünüz? Əladır. Gəlin də oturaq burada.
Sumqayıta gəldisə bu oturacaqda oturmadan getməyin uşaqlar. Mən elə bildim ki, bu biraz oynaya bilər, amma oynamırmış. Hə uşaqlar, bax belə. Ay Allah. Ay oturmaq nə qəşəng hissiymiş. 3 saatdır gəzirəm ha kişimə. Mən nə qədər vaxtı gəzirəm ay qardaş. Sən Allah, görürsən mikrofon işləyir. Gedək, vaxt itirməyək, gedək. Bu qədər oturduq, bəsdir. Oturmağa gəlməmişik, qardaş, çəkilişə gəlmişik. Videodan çıxa bilmirəm, qardaş. Ha deyirəm ki, çox oldu da, bunu kəsib saxlayayım. Sonradan cəmaatı yormayaq da, birinci videodan 1 saatlıq video yükləmək olar. Belə baxıram olar. Mənə ChatGPT demişdi ki, Kamran, qardaşım, yeni video çəkirsən. 6-12 dəqiqəlik, maksimum 15 dəqiqəlik çəkirəm. Demişdi mənə ChatGPT qardaş. Mən də elə piti də, ya piti deyə çəkdim. Tık, yeri çəkirəm. Gedək inşallah şəhidlər xiyabanı olan yerə. Demək, belə bir bizim şəhidlərimizin xatirəsinə heykəl ucaldılıbdır. Buradan yeriyib gəldim uşaqlar. Bu hissədən, incə sahil tərəf idi yaxı. Sahildən yeriyib, filəkənlə çıxdıq. Baxın bu hissədən gəlmişik. İndi şəhidlər xiyabanına inşallah gedəcəm. Alacağım şəhidlərimizə rəhmət eləsin. Belə. Gördüyünüz kimi. Abidəmiz var. Şəhidlərimizin əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır. Belə. Bu da qardaşın dediyi həmin o kran idi. Xocalı soyğunundan bağlı da belə bir heykəl var burada. Şəhidlərimizi ziyarət eləyək inşallah uşaqlar. İnşallah şəhidlərimizi ziyarət eləyəndən sonra əslində bura bizim başlanğıc nöqtəmiz olmalıydı. Sadəcə olaraq dediyim kimi, yəni yeni birinci videodur və mən də Sumqayıta açıq planlı formada gəlmədiyim üçün sadəcə gəldim. Biraz belə Dənizkənarı Milli Parkı bilirdim. Nəsimi Parkını heç getmədim. Belə alındı, yəni. Bir balaca, yəni plansız gəldiyimiz üçün bu cür alındı. Bizim üçün çox dəyərli şəxslərdir. Bizim üçün çox bizim millətimizin, bizim vətənimizin yetişdirdiyi gözəl insanlardır, igid insanlardır. Az da olsa biraz çəkiliş eləyəcəm. Az da olsa çəkiliş eləyəcəm belə. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Hara getsək, belə bir gördüyünüz yazım mənim diqqətimi çəkdi. Bayraq sevənlər adından. Hər bir Azərbaycanlı öz şəhidinə hörmətlə yanaşmalıdır. Mütləq şəkildə. Xaricdən dostlarımız varsa, əlaqələriniz varsa və onlar gəlirlərsə Bakıya, sizin şəhərinizi, sizin vətəninizi gəzməyə, birinci növbədə siz onları mən elə fikirləşirəm. Yəni bunu mən durub pafoslu fikir kimi demirəm, həqiqətən. Çünki belə deyim mənim xaricdən dostlarım gəlsə, hansı ki Bakıda, Azərbaycanda birinci dəfə olsa, mən mütləq ki bunu eləməsəm, özümü pis hiss eləyərəm. Mütləq birinci növbədə gəlib şəhidlər xiyabanını ziyarət elətməliyik. Bir yerdə ziyarət eləməliyik. Allah rəhmət eləsin. Başqa bir variant ola bilməz. Əgər Sumqayıtda qalırsansa, Sumqayıtdakı şəhidlər xiyabanına gətirməlisən. Əgər Şamaxıda qalırsansa, Şamaxıda şəhidlərin xiyabanı əlbəttə ki var. Şəhidlər üçün əlbəttə bir yer var. Dəfn olunduğu, onların və yaxud da abidəsi var. Onlar üçün, onların xatirəsinə ucaldılmış abidə var. Onunla tanış eləməliyik. Nə qədər cavan oğlanlarımız bizim həqiqətən də, gənc qardaşlarımız, bizim igid qardaşlarımız dünyasını dəyişiblər. Onların haqqını ödəmək olmaz, həqiqətən. Yəni, sadəcə olaraq belə deyim, Siraj Abuşov, belə bir jurnalistimiz də var, Allah rəhmət eləsin. Gənc insanlardır. Sadəcə olaraq gəlib onları
ziyarət eləməklə mən elə bilirəm onların ən azından ruhları qarşısında müəyyən bir borcumuzu əl çatan, çətin olmayan borcumuzu yerinə yetirə bilərik və bunu mütləq eləməliyik. Çünki hər bir vətənini sevən şəxs mütləq bunu eləməlidir. Onlar torpaq uğrunda, vətən uğrunda öz canlarından, öz cavan canlarından vaz keçiblər, qurban veriblər. Bugün mən rahat formada gəlib bu çəkilişi eləyə bilirəmsə, Sumqayıt şəhərində rahat formada gəlib gəzirəmsə, əlbəttə ki, burada yatan, cansız yatan canların hesabınadır. Bir yerdə fəxrimiz, bir yerdə də kədərimiz qarışır bir-birinə bura girəndə. Qeyri-adi bir hüzur da var. Təbii ki, Sumqayıtın, Bakının və ya digər şəhərlərimizin ən gözəl güşəsində şəhidlərimizin məkanı olmalıdır. Ən gözəl yerlərdə onların abidələri ucaldılmalıdır. Başqa da bir şərhə ehtiyac yox deyə fikirləşirəm. Torpaq, millət, vətən sözləri gələndə artıq orada başqa bir söhbətə, başqa bir fikrə ehtiyac olmur. Söz birbaşlı olur, cümlə birbaşlı olur. Ona görə də çalışıb vətənpərvər olmalıyıq, patriot olmalıyıq, öz övladlarımıza da, öz uşaqlarımıza da bunu aşılamalıyıq. Mütləq şəkildə. Belə, biraz buranı da, sizləri də buranı tanış eləyəndən sonra, buranı sizə göstərəndən sonra yavaş-yavaş mən yola düşəcəm. Yavaş-yavaş gedəcəm, əziz dostlarımız. Bir də bir şeyi mən vurğulamaq istəyirəm ki, bir fikir olaraq, mən elə fikirləşirəm ki, birinci növbədə bir şəhərin əhalisinin nə qədər vətənsevər olduğunu, elə onların şəhidlər xiyabanını ziyarət eləyərək, onlara göstərdiyi etimad, onlara göstərdiyi diqqətlə ölçmək olar. Və Sumqayıt əhalisi, Sumqayıt şəhərinin sakinləri, mən düşünürəm ki, bu işin öhdəsindən çox böyük, yəni necə deyim mən sizə, fəxrlə, çox böyük üstünlüklə gəlirlər, çox böyük, yəni diqqətlə yanaşırlar şəhidlərimizə və mən baxıram addım-addım hər bir şəhid məzarının yanında, önündə, üstündə gül buketləri, gül çiçəklər çox təmiz saxlayırlar, çox təmiz olmalıdır. Təbii ki, bunlar olmalıdır, amma burada mən artıqlamasıyla diqqət, etimad, hörmət gördüm şəhidlərimizə qarşı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Çəkilişimizi elədik, qutardıq. İndi bir də inşallah gedək yeməyə bir şey tapaq. Görək, acımışam dəhşət. Görüm yeməyə nə var. Yemək yiyək inşallah, ondan sonra da yekin olaraq yekin videomuzu çəkək, sizlə sağollaşaq. Uşaqlar, viking işləyirmişik. İşləyir. Uşaqlar, konkret acımışdım açığı. 2 dənə dönər demişəm. Qəşəng də yerdir böyle. Göyərçin heykəlinin qabağından yolu keçən kimi bu tərəfdə bir dönərxanadır. Çox qəşəng dönəri var. Toyuq dönər. Sipariş vermişəm. Hə uşaqlar. Demək? Uşaqlar, videomu burada yekunlaşdıracağım. Çox azmışam, dəhşət. Nə qədər gəzdim o kişimə. Dəhşət gəzmişəm. Saat 7'dir. Bu arada Ramazan ayı giribdir. Allah bütün oruç tutanların orucunu qəbul eləsin. Və tutmayanlar da qismət olsun inşallah.
Mən düzdür oruç tutmuram, amma oruç tutmuş kimi sayıldım bugün. Belə axşama qədər demək olar ki, indi birinci dəfədir ki, yemək yeyirəm. Belə videomuzu yekunlaşdırıram. Əziz və hörmətli gələcək izləyicilərim. Birinci videomdur. Düz və yaxud da səhv olan nüanslar oldu. Yaxşı və yaxud da pis, amma məncə maraqlı oldu. İnşallah növbəti videolarda hər şey daha da yaxşı olacaq. Hər şey daha da maraqlı olacaq. Özünüzdən müğayət olun, həmişə pozitiv qalın. İnşallah hər şey daha da yaxşı olacaq. Hələlik Sumqayıtla videomuzu bağlayırıq. Yeməyimi yiyeyim, mən də qaçım evə. Gedim, bunların montaj işləri də var. Montajlarını da demək lazımdır. Ondan sonra inşallah paylaşacaq. Belə, özünüzdən müğayət olun. Sumqayıt qəşəngdir və bütün Sumqayıt əhlinə buradan salamlayıram. Salamlar olsun və sağollaşıram. Bu arada avtobus da burada maraqlıdır. Maraqlı avtobus da var. Hər növ. Nə bilim, Sprinterlə tutmuş, qəribə avtobus növlərindən. Çox maraqlıdır. Bakıda belə şeylər yoxdur. Sumqayıt hələ 2026 yeni ildədir. Yazlara falan baxın. Qapağıma baxın. Maraqlıdır. Hələ işıqları söndürməyiblər. Yeni işıqları qalır. Mən yeni. Uşaqlar. Həyək gəlir çatı vağzalı nəyə görə deyirəm bunu? Çünki burada mərkəzləşmiş nəqliyyat vasitələri yox imiş. Yəni kart sistemindən də işləmirlər. Əlavə olaraq da məsəl üçün burada nətərdir vəziyyət? Məsəl üçün soruşurlar ki, sən hara getsən, deyirəm dəmir yol vağzalına. Dirəyi yox, götür. Yəni mənə görə və ya da bir neçə nəfərə görə onlar öz istiqamətlərini dəyişirlər. Çox maraqlıdır. Yəni bir trayektoriyaları yoxdur, bir yolları yoxdur da, yəni. Müştərilərə uyğun olaraq onlar istiqamətlərini dəyişə bilirlər. Bilmirdim. Elə bilirdim Sumqayıtda Bakıdakı kimidir nəqliyyat. Maraqlı idi. Uşaqlar bir dənə aya baxın. Uşaqlar bir dənə aya baxın, görün nə qəşəng çıxıb. Aha. Çox qəşəngdir. Həqiqətən. Qatarımızın hissi belədir. Gedəcəyik inşallah Bakıxanova. Belə bağlananda məsəl üçün buradan düyməni basırıq uşaqlar. Görürsünüz, texnologiya. Belə ikinci mərtəbəsi də var, aşağısı da var. Şimdi dövlətimiz şərait yaradıb da istifadə edin. Prosta mən niyə düz gedirəm, mənə maraqlıdır. Üzümə də qapılar ancaq bağlanır. Qardaşım, aç da mı? Allah razı olsun. Business class'ın fərqi nədir bilmirəm. Görək, bunun da qapısı açılır, bu da açılır. Burada kondisioner var. O bir sərdə yox idi, qardaşlar. Business class'da əlavə olaraq desəm bu oturacaqların fərqi var. Bu business class'ın fərqi var digərlərindən. Fərqi var. Onu kesim o bir tərəfə mən. Yox, full fərqi yoxdur. Full fərqi. Aysa. Belə olanda öylükdə business class'da oturmuşuq. Gedirik inşallah Bakıxanova. Saçım nətər 3 dənə telim var. Yarısı solda, yarısı sağda. Saçım tökülür. Belə 20-10. İnşallah bir 6 dəqiqəyə qatarımız çıxacaq. Bugünlük bu qədər uşaqlar. Növbəti videoda mütləq görüşürük.